üçün. Axı bu bizim gözəl mədəniyyətimizin incilərindən biridir. Düz deyirsən, sözümüzü sonra deyərik. Benim şeye de.
bildiririk. Hər zaman əylənmək, ürəyinin yarısını, qolunu, qanadını, başını, tacını itirmiş bir adama necə yaraşmırsa, bizim millətə də yaraşmır. Bizim hər əyləncəmizdə minlərcə, milyonlarca qaçqının haqqı var. Bilirik. Başqasının məktubunu oxumaq bizim milli mənəvi dəyərlərimizə ziddir. Amma bu məktubu, buradakı o iniltiləri sizinlə bölüşmək istəyirik. Buna görə də bunu yazan oğuldan da, çatacaq atadan da üzr istəyirik. Oğlun ataya məktubu. Necəsin? Necə yaşayırsan? Hansı yeniliklər var həyatında? Məndə hər şey vəki getdi. Lakin indi çox soyuqdur, qış gəlir. Yaxınlarda qar yağacaq. 11 əvvəl son dəfə ayrıldıqdan sonra mən sənə çox yazmışam. Sənsiz necə yaşadığım haqqında yazmışdım. Amma sən ya məktubları almamısan, ya da ki onları oxumamısan. Bəlkə də oxumamağın daha yaxşıdır. Oxusaydın mənim üçün narahat olardın və vicdan əzabı çəkərdin. Lakin mən sənin oğlunam və başa düşürəm ki, bu çox çətindir və xoş deyil. Ona görə də susuram və özümü göstərirəm ki, hər şeyi dözürəm. Əslində elə həqiqətən də məndə hər şey normaldır, artıq normaldır. Sən məni verəndən sonra mən onların dilində danışmağı öyrəndim. Mən indi yalnız onların dilində danışıram. Əvvəllər mənə çox çətin idi. Ətrafımdakılar mənə bu dilin, mənim doğma dilimin olmasını, bu dilin mənim genlərimdə gizləndiyini iddia edirlər. Lakin mən buna inanmıram, atam. Sən həmişə mənim başqa dillərdə danışmağımın tərəfdarı idin. Digər övladlarını da digər dillərdə danışmağı məcbur edirdin. Onlar əcnəbi dillərdə piş danışsa da, qonaqları incidəcəyindən qorxurdun və onlara başqa dillərdə danışmağı tövsiyə edərdin. Düzünü desəm, mən heç başa düşə bilmirdim ki, biz niyə qonağın dilində danışmalıyıq? Bizdə nədənsə hər şey tərsinə idi. Atacan, düşünmə ki, mən hər zaman ailədə xüsusi bir yerimin olduğunu başa düşürdüm. Sən mənə deməmişdin ki, mən ən yaraşıqlı, ən sevimli, ən istedadlı və ən çağırıcı mənəm. İndi tez-tez düşünürəm ki, bunlar mənim neyimə lazımdır. Kimə göstərim? Ata, mən sənin olduğun vaxtlar üçün darıxıram. Sənin ayrıldıqdan sonra hər gecə müxtəlif yuxular görürəm. Yuxularımda biz bir yerdə oluruq, öz ana dilimizdə danışırıq. Mən məmnunam, bəzənmişəm, yaralarım da yoxdur. Bir də ata, mən oyanıram və sesim əks-səda verir və ruhumuza oxşayır. Bilirsən ata, mən sənə demək istəmirdim, amma mənim yeni adım var. Bağışla, amma onlar mənim adımı dəyişdilər və özlərindən bir ad qoydular. İndi mənim adım... Oy, neysə, yaxşısı budur, yazmayım. Yazsam sənin əhvalını pozacaq. Mən səni vacib şənin ayırıb, keyfini pozmaq istəmirəm. Əslində bu məktubu da yazmamalıydım. Səni bir çox problemdən ayırdım. Amma inan ki, mənə çox çətindir. Hər yerdə onlar var. Hər dəqiqə çalışırlar ki, onlara bənzəyim. Mənim üzərimdə dəyərli izlər qoymaq istəyirlər ki, sonra bax, bu bizimdir desinlər. Atacan, mənim artıq dayanmağa gücüm qalmayıb. Mən bütün təhqirlərə dözürəm və susuram. Mən aşağılanar onlara öyrəşirəm. Bilirsən, 11 il bütün kökləri kesib atmaq üçün böyük bir zamandır. 11 yıl köklərin yerində yeni nəsil yetişdirmək üçün də kifayət qədər uzun zamandır. Çox güman ki, bir gün qarşılarsa, sən məni tanımayacaqsan. Ədalətsizlik mənim şuurumda dərin iz buraxır. Və mən bunu sənə heç vaxt bağışlamayacağım, atam. Axmaq suala görə üzr istəyirəm. Məni qaytarma fikrində deyirsən ki, sənin oğlun Qarabağ. Sənin oğlun Qarabağ. Vətən mənim özümdür, onsuz heç
şəhid oldu oğlum. Yenə gözümü yaşlı qoydular. Oğlum ölməyib, o şəhid olub. Mətin olana, oğlun ölməyib, o şəhiddir. Şəhidlər heç vaxt ölmür. Sən onu bizə əmanət etdin, biz isə əmanətini gətiririk. Artıq o vətənə, torpağa aiddir. Sil gözünün yaşını ana. Biz and içirik ki, onların qanı heç vaxt yerdə qalmayacaq. Vətən torpağı düşmən altında qalmayacaq. And için ki, torpaqlarımız düşmən altında qalmayacaq. And içirik. And için ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. And içirik. And için ki, anaların gözyaşları yerdə qalmayacaq. And içirik ana. Keyfinizi pozduğumuz üçün əfvinizə sığınırıq. Ancaq zərrə qədər bu hissləri oyada bildik, vəfamızı dilə gətirə bildiksə, bu keyfimizin pozulmağına dəyər. Hamınıza sonsuz təşəkkürlərimizi bildiririk. Səsimizi eşitdiyiniz üçün sağ olun. Düşünməyin ki, biz burada sevinib şənlənlinik, amma bizim şəhidlərimiz bizim yanımızdan çıxmayıb. Zəhmət olmasa bir dəqiqə sükutla şəhidlərimizin xatirəsinə.